Belə bir şey deyim, bax məsəl üçün artıq son həddə sizə yaxınlaşan belə deyim də pasientlər olur da. Bunlara nəsə kömək eləmək olur artıq yoxsa? Bilirsiniz Fuad bəyli, yaxşı ki bu sualı mənə verdiniz. Yəni axır zamanlar elə xəstələr müraciət eləyir ki, yəni onlara heç cürə kömək eləmək mümkün olmur. Yəni son ümid yeri kimi Son ümid yaxınlaşır. yeri kimi yaxınlaşırlar. Mən də düzdür, orada özümü çox pis hiss eləyirəm. Amma elə bir həddə yaxınlaşırlar ki, yəni onlara nə kömək eləyə bilərsən? Məsələn, onkoloji xəstəliyin ən axırıncı həddində, Artıq gecdir. ən axırıncı etapında. Məsələn, ayaqda çürümə gedib, illərdir, 3 ildir bu adam müalicə götürür, ayaq tamamilə çürüyüb. Yəni buna necə kömək eləyə bilərsən? Eləyə bilərsən, amma ki axı çürümüş ayağı, yəni bir var ki, təzə başlasın, təzə başlanğıc səviyyədə olanda köməklik göstərmək olur. İnsan mənə deyir ki, mən 3 ildir müalicə götürürəm və mənim ayağım bu vəziyyətə Yəni düşüb. ölmüş bir şeyi diriltmək olmur da artıq da. Hətta yəni mən də deyirəm ki, siz indiyə kimi gedib də bu mənə işə. niyə siz indiyə kimi deyirəm hardaydınız? O deyir ki, biz sizi indi görmüşük. Ha, ну понятно, Hə, olur. elə İkinci insanlar da görürlər, var. ha. Məsələn, çox gec müraciət edən insanlar mənə deyir ki, biz sizi indi görmüşük. Biz sizi indi tanımışıq. Yəni bu ekrandan da xahiş eləmək istəyərdim ki, insanlardan, yəni axır həddə xəstəliyin ən son vaxtında, xəstəliyin ən axır momentində müraciət eləyirsiniz və mən orada sizə kömək eləyə bilmirəm. Yəni hamıdan ona görə də üzr istəyirəm. Orada əslində mən bilən belə deyim də, lap axırıncı stadiyasını saxlamaq. Axırıncı Məsəl üçün, stadiyaya müəyyən- çatdırıb, bəli. Müəyyən bir məsəl üçün də açığı mən sizə belə bir şey deyim. Mən bir çox insanlarda görürəm, hətta tanıdığım insanlar var. Deyir bir dənə dərman ver atım özümə gəlim. Yəni məsələnin kökünü həll eləmək istəmir. Bəli. İndi bu dəqiqə mən yaxşı olum, maybe yox sonra Hə, şey sonra eləyərəm. həll- bəli. Sonra yığılır, gəlir, Bəli. sonrası da gəlir belə olur. Bəli.